Salam dostlar. Bugün sizə çox maraqlı və real qazanc gətirə biləcək bir biznes ideyasından danışmaq istəyirəm. Təsəvvür edin ki, böyük torpaq sahəniz yoxdur, böyük firma qurmaq üçün kapitalınız yoxdur, amma yenə də əlavə gəlir əldə etmək istəyirsiniz. Məhz belə vəziyyətlər üçün Xarkov toyuqları çox ideal seçimdir. Son illər bu cinsə maraq sürətlə artır. Çünki həm dözümlüdür, həm tez uyğunlaşır, həm də yumurta məhsuldarlığı yüksəkdir. Ən gözəl tərəfi isə odur ki, bu işi işlə yanaşı etmək mümkündür. İndi gəlin ən vacib sualdan başlayaq. Kiçik sahədən, məsələn 10 kvadrat metr yerdə neçə Xarkov toyuğu saxlamaq olar? Əgər şərait düzgün qurulsa, bu sahədə 35-40 toyuq rahat şəkildə saxlanıla bilər. Daha çox sıxlıq etmək mümkündür, amma yeni başlayanlar üçün bu risklidir. Çünki xəstəlik, stres və yumurtanın azalması ehtimalı artır. Ona görə ilk mərhələdə orta variant daha yaxşıdır. Toyuqların saxlanma şəraiti çox önəmlidir. Qapalı yer quru, işıqlı və havalandırmalı olmalıdır. Nəmişlik ən böyük düşməndir. Rütubət həm xəstəlik yaradır, həm də yumurta istehsalını aşağı salır. Döşəməyə talaş və ya saman tökmək lazımdır. Bu həm nəmliyi çəkir, həm də gigiyenanı qoruyur. Həftədə bir dəfə üst qat dəyişmək məsləhətdir. Temperatur da vacibdir. Xarkov toyuqları soyuğa davamlı olsa da, qışda temperatur sıfırdan aşağı düşməməlidir. Yayda isə havalandırma mütləq olmalıdır. İşıqlandırma isə yumurta istehsalına birbaşa təsir edir. Toyuqlar gündə 14-16 saat işıq görsə, yumurta sayı əhəmiyyətli dərəcədə artır. Qış aylarında buna görə süni işıqdan istifadə olunur. İndi keçək xərclərə. Ən böyük xərc yemdir. Bir Xarkov toyuğu gündə orta hesabla 110-120 qram yem yeyir. 40 toyuq üçün gündə təxminən 5 kilo yem lazımdır. Bu isə ayda 90-100 manat civarında yem xərci deməkdir. Vitamin və gigiyena xərcləri də əlavə olunsa, ümumi aylıq xərc 120-130 manat arası ola bilər. Bəs qazanc necədir? Xarkov toyuqları ildə 260-300 yumurta verə bilir. 40 toyuqdan gündə orta hesabla 28-32 yumurta almaq mümkündür. Əgər yumurtanı 20-25 qəpiyə satsanız, gündə 6-8 manat gəlir əldə etmək olar. Ayda isə bu 180-240 manat edir. Xərclər çıxıldıqdan sonra 70-100 manat təmiz qazanc mümkündür. Bu biznesin ən vacib hissələrindən biri tibbi qulluqdur. Toyuqların sağlam qalması üçün profilaktika şərtdir. Newcastle və bronxit kimi xəstəliklərə qarşı peyvəndlər vaxtında vurulmalıdır. Parazitlərə qarşı mütəmadi dərman verilməlidir. Su hər gün dəyişilməli, yem qabları təmiz saxlanmalıdır. Halsız və xəstə görünən toyuqlar dərhal ayrı saxlanmalıdır. Həmçinin kalsium çox vacibdir. Yumurta qabığı və ya mineral əlavələr verilməlidir. Bu, yumurtanın keyfiyyətini artırır. İndi isə çox verilən bir sualı cavablandıraq. Xarkov toyuqlarını haradan almaq olar? Azərbaycanda bu cins artıq yayılıb. Böyük quşçuluq təsərrüfatlarından, inkubatorlardan və etibarlı fermerlərdən almaq olar. Ən yaxşı variant birbaşa fermadan almaqdır. Çünki sağlam və peyvəndli olur. Sosial şəbəkələrdən, elan saytlarında və kənd təsərrüfatı qruplarında da tapmaq mümkündür. Amma mütləq satıcını araşdırmaq lazımdır. Qiymətlər yaşa görə dəyişir. Bir günlük cüzələr daha ucuz olur, amma risklidir. Yeni başlayanlar üçün 2-3 aylıq cüzələr daha məsləhətlidir. Çünki artıq güclənmiş olur və ölüm riski az olur. 4-5 aylıq toyuqlar isə yumurtaya tez başlayır, amma qiyməti yüksək olur. Əgər səbriniz və vaxtınız varsa, 2-3 aylıq almaq daha sərfəlidir. Əgər tez gəlir istəyirsinizsə, yumurtaya yaxın olan 4-5 aylıq toyuqlar daha uyğundur. Başlanğıc üçün 40 toyuqla start etmək ideal sayılır. Bu həm riskləri azaldır, həm də işi öyrənmək üçün kifayət edir. 4-6 ay sonra isə biznes özünü qaytarmağa başlayır. Ən maraqlı hissə isə bundan sonra başlayır. Biz bu biznesə real olaraq başlayacağıq və bütün prosesi sizinlə birlikdə paylaşacağıq. Toyuqları necə alacağıq, necə saxlayacağıq, nə qədər qazanc əldə edəcəyik, hamısını addım-addım göstərəcəyik. Əgər bu biznesin necə inkişaf etdiyini, nə qədər qazandırdığını və real nəticələri görmək istəyirsinizsə, kanala abunə olun və bildirişləri açın. Beləliklə, bizimlə birlikdə bu yolu izləyə və öyrənə bilərsiniz.